Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, aparıcı Səidə Bəkir qızı onu təhqir edən müğənni Rəqsanə İsmayılovanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni hansı cəzanın gözlədiyi ilə bağlı açıqlama verən vəkil Ramil Müsleymov bildirib ki, aparıcı Səidə Bəkir qızı təhqir olunduğu məhkəmədə sübuta yetirilərsə, xüsusi qərarın çıxarılmasına nail ola bilər. Əvvəlcə qeyd edim ki, Səidə Bəkir qızı özünü təhqir olunmuş hesab edirsə, bununla bağlı Rəqsanə İsmayılovanın qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etməlidir. Əgər aparıcı təhqir olunmasına sübuta yetirərsə, Rəqsanə İsmayılovanın barəsində xüsusi qərarın çıxarılması mümkündür. Vəkil həmçinin qeyd edib ki, Rəqsanə İsmayılovanı 6 aya qədər azadlıqdan məhrum etmə cəzası da gözləyə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən təhqir cinayət sayılır. Təhqir faktı sübuta yetirilərsə, həmin şəxsə 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri və ya 6 aya qədər müddəti azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər.